things first, I'ma say all the words inside my head. I'm fired up to try all the way that things are better. Ooh, the way that things are better. Second thing, second, don't you tell me what you think that I could be. I'm the one at the sea, I'm the master of my sea. Ooh, the master of my sea. I was broken from a young age, shaking my soul in to the master at my poem. For the future, look at me, talk at me, shook at me, feeling me. Singing from heartache, from the pain, taking my message from the rain, speaking my lesson to the rain, seeing the beauty today. Hey, you made me, you make me a believer, believer. Pain, you break me down, you build me up, believer, believer. Pain, let the bullets fly and let them rain. My life, my China came from. Pain, you made me a believer, believer. Things last by the grace of the fire and the flame. Yeah, the face of the future, the blood in my veins. So, The plotting in my veins. I was broken from a young age, taking my soul king to the masses, writing my poem for the future. Look at me, took me, shook me, feeling my singing from my heart. From the pain, taking my message from the brains, speaking my lesson to the rain, seeing the beauty today. Pain, you made me a believer, believer. Pain, you break me down, you pull me up, believer, believer. Pain, let the bullets fly and let them rain. My life, my driver came from. Pain, you made me a believer, believer. Çok sağ olun. Teşekkürler. Elton və Sübhan. Səsiniz, enerjiniz, hər şey öz yerindəydi. Bircə çatışmayan şey var idi. Sanki bir motosikletiniz yox idi burada. Ustadlarımız nə düşünür, nə çatışırdı, nə çatışmırdı? Bu səhnəyə gətirməyib, hə? Motosikl. Bizim ürəyimiz içində döyünür orada. Nəsə Necə hərəkət edir, gətirməyib çarpılar. onu bura? Zülfə xanım, davam eləyin bu qarşı durma haqqında fikirlərinizi. Nə deyə bilərəm ki? Nə demək istəyirsinizsə onu deyin. Onu deyə bilərəm ki, böyük səhnələr, dünyanın böyük səhnələri sizi gözləyir. Bəli. Deyir, əlindən gələni, gəlməyəni, hər şeyi qoydunuz ortalığa. Təbrik edirəm sizi, yolunuz açıq Maşallah olsun. Murad. Can, Mahnı da istədiyim ki, asan mahnı deyil. deyil, düzdür. Və elə bir ki, bunun haqqını verməsən yorula bilərsən ortasında, yəni mahnının. Amma haqqını verdiniz. Halal olsun. İkinizə də yaraşdı. Yəni belə olur ki, birinə yaraşır, birinə yox. İkinizə də yaraşdı mahnı yəni. Əsl qarşıdurma oldu. Hə, Eldar, çox enerjili siz nəyi idi. yaraşdırdınız, nəyi Çox yox? enerjili idi əslində, möhtəşəmsiz, möhtəşəm ifanız var idi. Kurtkalarınız ifalardan da möhtəşəmdi. Yox, zarafat eləyirəm. Siz də onlardan heç geri qalmırsınız bu arada. Yox, zarafat eləyirəm. Həqiqətən uşaqlar, sizi təbrik eləyirəm. Murad, səni təbrik eləyirəm. sağ ol, Həqiqətən Əzəm. çox gözəl işdir. Çünki səhnədə mən aranızda ünsiyyət gördüm ki, Bəli. siz həm bir-birinizə oxuyurdunuz, tamaşaçılara bizə oxuyurdunuz. Bu çox gözəl bir keyfiyyətdir səhnədə dayanan artist üçün. Həm də aranjman elə qurulub ki, yorulmursan, mahnıdan yorulmursan. Və bu 2 dəqiqənin ərzində eniş yoxuşları hər şeyi göstərə bildiniz. Təşəkkürlər. Bəli. Əla. Çox sağ olun. Tamaşaçılar da, iştirakçılar da əziz ustadlarımızın fikirlərini çox diqqətlə dinləyirdilər, amma əsas diqqətlər hazırda onların ustadı Murad Arifin üzərindədir. Murad, buyurun öncə qarşı durma haqqında fikirlərinizi deyin.
Onların dostu deyək. Mən ustad sözünü öz üzərimə götürmürəm. Qarşı durma çox yaxşı idi. Çox həyəcanlandığım bir duetdir bu. Və niyəsə digər duetlərimdə hardasa biraz rahatlıq tapırdım. Amma Believer bu səhnədə bu şəkildə təqdim olunan saniyəyə qədər mənim ürəyim rahatlıq tapmırdı. Ay Allah, fikirləşirdim. Süphan üzərinə düşəni edəcəkmi, Elton üzərinə düşəni edəcəkmi, ötürəcəklərmi, biz kompozisiyanı tam bütöv bir şəkildə görəcəyikmi? Çünki biz bu nəticəyə günlərlə gəlirik. Elə birinci gündən hopdan belə deyildi. Özləri də bilir dostlarımızın. Amma qüsurların, iradların üzərində işləyərək və bugün nəticədə performans göstərdi. Dostlar, mən sizin özünüzə deyirdim ki, əslində bəzən heç müsabiqənin qaliblərinin kim olmağı da önəmli olmur. Önəmli oldu ki, anında tamaşaçını yaxalaya bildinmi, özünə sevdirdinmi? Məncə siz özünüzə sevdirdiniz və bu nömrədən sonra kimsə YouTube'dan, kimsə canlı efirdən gedib araşdıracaq, Süphanı görüm Instagramda tapım səhifəsi nədir? Elton'un Instagramda tapım görüm səhifəsi nədir? Həmin o insanı izləməyə başlayım və orada yəqin ki, sizin biri-birindən fərqli ifalarınızı görəcək, bir fan ordunuz yaranacaq. İnşallah. Ona görə də belə bir qüsur və yaxud irad yoxdur deyə mən Süphanla və Eltonu ayıra bilmirəm. Yəni, hansınsa ifası haqqında spesifik danışım, belə bir şey deməyəcəm, ümumi sözlərimi deyəcəm. Amma iştirakçılar haqqında ayrıca danışmaq istəyirəm. Əlbəttə ki, ən önəmlisi odur ki, bu düyməni sizin üçün sıxdığımı əsaslandırasınız səhnədə. Xatırlayırsınızsa, Süphan üçün bir tək mən bu düyməni sıxmışdım. Xoş bir nəğmə idi. Xoş bir nəğmə idi, amma... Nə oxumuşdu? Buraya qədər sevgimi sədər. Belə həzin mahnıdır, yəni. Burada amma səsi tamamilə başqa cür. Bəli. Mən də onu demək istəyirəm ki, məqsədimiz sizi kəşf etməkdir, dostlar. Sizin müxtəlif, hələ ki görünməyən tərəflərinizi göstərməkdir. O baxımdan Süphanla evrim göstərdik. Bu mənim şücayətim və yaxud uğurum deyil. Bu Süphanın potensialıdır. Təzə söz. Təşəkkürlər. Şücaət. Görə sizə təşəkkürlər. Bu da təzə söz. Bu Süphanın içində olan məqamlardır. Bir də ki, adam... Bu proyekt əməlli başlı məni marifləndirib. Bir dənə də dəftər gətirək o sözləri üçün. Bəli, sənlə yolumuz kəsişəndən sonra. Röya. Sücayət. Birini də deyim də, onda İncəvardan mən də buradayam, sizə də bu şərəf İncəvar. Baxın. Nakautlara da bir-iki şey saxlayın. Bitdi. O qəbahət idi. Qəbahət. Eldar, sən də orada da şücayətin böyükdür. El bilir, aləm. Süphan haqqında demək istəyirəm. Bilirsiniz, bax, bu hal-hazırda daha çox rock yanaşması və bundan öncə soul yanaşmasına baxmayın. Adam konservatoriya məzunudur, özü də klassik vokal səhv eləmirəmsə. Bəli, məşğul olmuşam akademik vokalla illər. Yəni sizin üçün Puccini, Verdi operalarını oxuyan insandır. Elton üçün xatırlayırsınızsa biz burada dördümüz də döyüşdük. Helikopter. O söhbət. Bizim hərbiçi qardaşımızdır. Bizi seçmədən. Sizi seçmədi, məni seçdi. İndi necə xoşuma gələr indi sən onu seçməyəsən. Elton haqqında demək istəyirəm. Baxın, indi Elton da ifasını mən əminəm ki, sevdiniz. Sevdiniz, elədirmi? Bəli. Bütün həyatı boyu musiqidən fərqli bir sahəni seçmiş insan, fərqli bir sahələrdə işləmiş insandır bu. Təsəvvürünüzə gətirin. Deyir, bu uşağın böyüyüb kim olacağını düşünəndə adamın tükləri biz olur. Demək, Murad Arif sözə başlayanda söylədi ki, onların ustadı kimi, yox dostu kimi danışmaq istəyirəm. İndi bizə deyin görək siz bu layihədə dostluğunuza ən azı növbəti mərhələyə qədər kiminlə davam eləyəcəksiniz? Ay, tez ışıqları sağ aşağı belə şeydə. Seçim vaxtıdır Murad. Qoşun o həyəcanlı musiqi bizi ürəyim partladı. Mənim üçün səmimiyyət ən vacibidir. Bəzi şeyləri bəlkə dilimlə demirəm. O, ola bilsin baxışlarla, jestlərlə, nələrləsə özünü hiss elətdirir. Və tam səmimi demək istəyirəm ki, biz məşq etdiyimiz həftələr ərzində və bu hər ikinizin uğurudur ki, mən dəfələrlə fikrimi dəyişirdim.
Çünki birinə favorit kimi baxırsan, birinə qeyri-favorit kimi baxırsan, amma prosesdə gəlir ikisi də favorit olur. Təsəvvürünüzə gətirirsiniz də. Nəticə itibarilə o lay, qat-qat Ürəyim üzüldü kəşf olunur də. insan. Ona görə də mən istəyirəm ki... Murad, uzatmayın, kifayət Hə, qədər yaxşı. vaxt keçdi. Eltonla davam edirəm. Elton! Təbrik eləyirik. Layihədəsiz. Buyurun gedin ustadlarla görüşün. Təbrik eləyirəm. Furkanı verərsən mənə sonra. Təbrik ederim. Motosiklardadır. Şokdasınız. Siz hələ çox şok olacaqsınız. Sübhan, deyirlər hər saniyənin, hər dəqiqənin bir hökmü var, amma bəlkə də həyatınızda 10 saniyə bu qədər sizin əhəmiyyətli olmamışdı ki, indi həmin 10 saniyə gedir. Əziz ustadlar, dəyərləndirə bilərsiniz. Əgər istəyirsinizsə. Vaxt gedir. Zülfiyə! Budur Sübhan layihədə yoluna davam eləyir. Təbriklər yeni ustada, yeni komandaya doğru Sübhan. Bizimlə sən davam Hoş edirik. geldin komandamıza. Teşekkürler. Bu ifa için. Tebrikler kaldığın için. Heyecanlandı, heyecanlandı.